Möhtərəm cənab prezident bizim klinikamızın həm də tədris binamızın açılışında iştirak elədi. Biz ona demək klinikamızı göstərməyə imkanımız oldu. Klinikamızda böyük 500 kvadrat metrlik bir simulyasiya mərkəzi var. Çox modern usulda yaradılmış bir kitabxanadır, auditoriyalardır, laboratoriyalardır. Həm tədris laboratoriyaları, həm də elmi araşdırma laboratoriyalarımız var. Əsas komandamız bugün 50 nəfərlik bir komandadır. Bu komanda ilin axırına qədər 100 nəfər olacaq. Gələn ilin axırına 200 nəfərlik bir komanda ilə bizim həm kliniki fəaliyyəti, həm də tədrisi davam edəcəyik. Azərbaycanda tibb və sağlamlıq elmləri təhsili müxtəlifdir, var, seçimlər çoxdur. Bizi fərqli edən demək bir arada həm tibb bacısı, tibb qardaşı, həm də həkimlərin öyrəndiyi bir mühitdir, bir proqramdır. Birinci il demək olar ki, hamısı bir yerdə keçirilir. Bunun da məqsəd nədir? Həkimlərimizi, tibb bacıları, tibb qardaşlarımızı bir araya gətirməkdir, komanda işidir. Bu səhiyyədə çox-çox vacib məsələ olduğu üçün bunu belə edirik. Ondan başqa təhsilimiz əsasən ingilis dilindədir. Bu hibriddir, yəni bu həm Azərbaycan, həm ingilis dili burada var. Azərbaycanda ikinci universitet olacaq ki, LMS dediyimiz Learning Management System, həm imtahan, həm tədris hamısı elektron platforma üzərində olur. Bu da Ada Universitetindən sonra ilk universitet Qarabağ Universiteti olaraq Blackboard LMS-i işlədəcəyik. Ondan başqa simulyasiya mərkəzimizdə də əlavə LMS bizə imkan yaradacaq ki, biz həm tələbələrimizin, həm də belə deyək, universitet xaricindən gələn həkimlər, mütəxəssislər, tibb bacıları, onların burada trening keçməsinə şərait yaradacağıq ki, onlar həm bizim töhfəmiz tək Xankəndiyə və Xankəndi sakinlərinə deyil, bütün Qarabağ regionuna bir pozitiv töhfəmiz olsun. Bizim əsas 3 missiyamız var. 1 tədris, 2 təhsil və elmi araşdırma, 3 kliniki xidmət. Bunları genişlətmək üçün bizim alanımız böyükdür. Gələcəkdə əlavə elmi araşdırma mərkəzlərini yaratmağa planımız var. Ondan başqa özəl xüsusi tibbi mərkəzlər, yəni ana və uşaq sağlamlığı ayrıca bir mərkəzi, gələcəkdə onkologiya və s. mərkəzlər açmağa planlarımız var.